Salam olsun hər kəsə. Salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə lokal storage-a to-do-ları necə əlavə edə bilərik, bunlar haqqında danışmış olacağıq. Bir məlumat da demək istəyirəm. Burada fikir versəz 70-dən başlayır bizim to-do appimiz. 71, 72 bu formada davam edir. Mən hər mövzu belə deyək də ayrı olması üçün burada folder olaraq da ayrı şəkildə yazıram. Sizin təbii ki, bir folder üzərində də irəliləyə bilərsiniz. Amma mən burada hər dəyişikliyi folderlərdə ayırıram. Yəni 71-ci folderdə biz danışdıq bunun haqqında, bunu yazdıq. Daha sonra 71-ci folderi kopya etdim, buraya yapışdırdım, adını dəyişdirdim və burada artıq bu kodlar var. İndi bunun üzərinə əlavələrimi yazacağam. Bundan sonra artıq 73-cü belə deyək də dərsimizdə başqa bir mövzudan danışdığımız zaman yenə 72-nin üzərinə onu yazmış olacağam. Hər dəfə yəni bunu kopya edirəm, adını dəyişirəm də belə deyə bilərik. Siz istəsəz bu formada irəliləyə bilərsiniz, istəsəz bir folder üzərindən də irəliləyə bilərsiniz. Yəni bu sizin seçiminizdir. Belə, indi bu məlumatı verdikdən sonra gəlin keçid alaq əsas məsələyə. Bu add to do UI-ı buradan bağlayıram. Bununla bizim artıq işimiz yoxdur. Hətta buraya yazıram. UI to do əlavə edilməsi. Bu formada qeydlər də özünüz üçün götürə bilərsiniz. Kod içərisində ümumiyyətcə bu komment sətirləri yazmağınız nə qədər çox yazsaz sizə o qədər xeyirdir. Yəni bu belə deyək də yaxşı kod yazmağın bir tərəfdən sirləridir belə komment sətirləri yazmaq. Bunu yazdıq. İndi biz nə etməliyik? Local storage-ə, yəni gəlirik bura. Buradan keçirəm application hissəsinə və burada local storage-də birbaşa gəldi bizim üçün. İndi bura mən to-do-ları əlavə etməliyəm. Mən bu to-do-ları necə saxlaya bilərəm? Əsas məsələ odur. Bura məsələn yazıram to-do 1 yazıram. Enter vururam, bura əlavə olunur. Eyni vaxtda bu form submit olunduğu zaman mən istəyirəm ki, həm də bu lokal storage əlavə olunsun. Bunun üçün biz burada nə yazmışıq? Fikir verin. Add to do yazmışıq. Yəni form submit olanda burada bir to do yaradırıq və bu to-do-nu add to do UI metoduna veririk ki, UI-da bu metod to do yaransın, elə deyil. İndi mən bu add to do storage metodu ki var burada. Bunu burada yenə çağıracağam. Fikir verin. Add to do storage metodunu burada da çağırıram. Baxın, 2 metod çağırdım burada, elə deyil. Bu metodu da eyni ilə burada çağırmış oluram mən. Ki, lokala da əlavə edə bilək. İndi bunun içərisini doldurmalıyıq biz. Bunun içərisini necə doldurmalıyıq? Baxın, biz bilməliyik ki, ilk öncə nə əlavə edəcəyik. Deməli, bu to-do-nu zaten biz bilirik ki, lokal storage-ə əlavə eləyəcəyik, elə deyil. Bunu ona görə bu to-do-nu burada parametr kimi verə bilərik də, elə deyil. Yəni bu to-do-nu, burada yaranan to-do ki var, onu lokal storage əlavə etmək üçün də bura parametr kimi verdik və bunu gəlirik burada elə to-do kimi yenə burada parametr kimi tuturam. Amma fərqli adla da tuta bilərsiniz. İndi burada nə edəcəm mən? Gəlin yuxarıda bir, baxın. Gəlin burada let deyirəm. To-dos adında bir dənə array yaradım. Bu array mənə lazım olacaq. Niyə görə? Local storage-da olan məlumatları çəkəcəm, bunun içərisinə yerləşdirəcəm. Yəni bununla işləyəcəm də belə deyək. Birbaşa lokal storage-da məlumatlar çəkəcəm bunun içərisinə və ya əlavə etdiyim zaman bunu əlavə edəcəm. Daha sonra deməli lokal storage-a göndərmiş olacağım məlumatı. İndi gəlin bunu belə bir şey eləyək. Biz yoxlayaq ki, görək ilk öncə lap birinci. Baxın, hal-hazırda heç bir şey yoxdur burada. Biz bunu proqramla da yoxlamalıyıq ki, görək burada bizim to-dos adında, indi to-dos adında, to-dolar adında hər hansı bir adda bura göndərə bilərik də datanı biz. Key olaraq, key adı, bir də ki value olaraq da string yerləşəcək bura, amma təbii ki, array kimi göndərəcəyik biz JSON stringi fayla. İndi mən burada yoxlamalıyım ilk öncə ki, görək bu lokal storage-də belə bir məlumat var yoxsa yoxdur. Bunu yoxlamaq istəyirəm. Onun üçün də belə bir şey yazıram. Let yazıram. Baxın. To-dos lokal yazıram. Belə bir ad yazıram bura. Lokalda olanları çəkmək istəyirəm. Baxın, lokal storage-dən çəkirəm nəyi? Get item-dan çəkəcəm də elə deyil. To-dos adında deyirəm ki, to-dos keyinə sahib hər hansı bir deməli data var orada yoxsa yox. Aydındır? İndi burada baxın bunu yazdığımız zaman fikir verin, görək bunu açanda gələcək. Baxın. Bizə ya string olaraq qaytaracaq datanı, ya da ki null qaytaracaq. Aydındır? İndi biz bu nulla görə burada yönləndirmə edəcəyik. Amma təbii ki biz bunu nə etməliyik? JSON parçalanda parçalamalıyıq da, elə deyil. To-dos yazıram bura. Bu key adı ilə saxlayacağam dataları mən orada. Bunu da buradan Ctrl X eləyirəm. JSON-ın parse metodunun içərisinə atıram bunu. Qoy bunu parse eləyək. Baxın. İndi gəlirəm bura. Dərəcə deyirəm. Dərəcə deyirəm. Tamamlasın qoy. To-dos lokala bir dənə konsola yazaq.
Gəlirəm bura, məsələn, formu submit eləyəcəm. E, Hello yazıram. Submit olundu. Konsola baxıram, null cavabı qayıtdı bizə. Çünki heç bir şey yoxdur axı. Tudus adında bir şey yoxdur axı burada. Ona görə mənə null qayıtdı. İndi mən bunu yoxlamalıyam da burada. Fikir verin, mən bunu yoxlamalıyam burada. Əgər Tudus lokal deyilsə, nə? Null. Null deyilsə, bu Tudus ki var burada yuxarıda baxın. Tudular adında array'im ki var burada. Buna mənimsədəcəm lokaldan gələni. Bunu artıq burada JSON parsından çevirdim axı. Array'ə çevrildi də, burada elə deyil. Mən deyəcəm ki, bu array'im artıq olsun bu. Baxın, Ctrl-C edirəm, Ctrl-V edirəm. Buraya yapışdırıram. Aydındır? Yox əgər null deyilsə burada bu işləyəcək, elə deyil. Onda nulldısa, mən todolar array'imi boş string olaraq başladacağam. İstəmirəm də ona null otursun. İstəyirəm ki, boş string olaraq otursun ona. Aydındır? Hətta bunu da, gəlin bunu da belə eləyək. Ctrl-X eləyirəm buradan. Bunu da ayrı bir funksiyada yaza bilərik. Baxın. Hətta belə yazaq, bu daha yaxşı olacaq. Nə yaza bilərik? Məsələn, yoxlanmış todular kimi bir şey yaza bilərik də. Take todos yazaq bura. Yoxlanmışlar belə deyək də. Ya da belə yaza bilərik. Bu formada gəlin yazaq. Bunu yazdım, elə deyil. İndi bu nə edəcək? Bu nə iş görür? Baxın, bu metodu çağırdığımız zaman bu gedəcək. Bu sol tərəfi də bağlayaq ki, rahat olsun da ekranımız. Gedəcək. Local storage-dən gətirəcək dataları. Tudus adında keyinə sahib data varsa onu gətirəcək. JSON parsına onu parçalayacağıq. Mən bu adına vermişəm sonra zaten onu array olaraq vermişəm də, elə deyil. String-faya array olaraq vermişəm. O çevirib stringi oraya yerləşdirib. Gələndə də string olaraq gəlir. Mən bunu JSON parsından çevirirəm array-ə. Və burada deyirəm ki, əgər bu tudus yoxdursa bu null qaytarırdı. Onda tudus lokal olacaq nə? Null. Mən deyirəm ki, null deyilsə, deməli burada array gəldi də artıq. Lokalda nəsə var idi, array vardı, o gəldi. Mən bu yuxarıda təyin etdiyim tudular array'imə bu lokaldan gələni mənimsədirəm. Aydındır? Yox, əgər yoxdursa, nullsa, deməli orada elə bir şey yoxdur. Onda tudular array'imi, tudus array'imi nə ilə başladıram? Boş array ilə başladıram, aydındır? Bunu da gəlirəm, burada çağıracam ki, ilk öncə qoy bu tudunu, əgər lokalda bir şey varsa bu tudunun içərisini doldursun da, bu array'in içərisini doldursun, elə deyil. İndi gəlirəm nə edəcəm, baxın. Array artıq düşün ki, burada bir şey var, gəldi, bu tuduların içərisinə yerləşdi. Yox, əgər bir şey də yoxdursa, array sadəcə boş string kimi başlayacaq da, elə deyil. Boş string kimi başlayıbsa, deməli mən nə etməliyəm? Burada sadəcə tudus array'imə push metodu ilə əlavə etməliyəm nəyi? Mənə gələn tudunu. Baxın, bu tudunu əlavə etdim. Mənə tudu gəlmədi buradan, fikir verin. Mən burada vermədim tudunu. Burada tudu yaratdım. Bunu verdim add to UI'ya. Bu UI'ya əlavə etdi. İndi local storage-ə əlavə etmək üçün bu metoda verdim də tudunu. Gəldi burada tudunu tutdum və bu tudus adında array ki var, ona bu tudunu push elədim, əlavə etdim. İndi gəlirəm, yeni tudusun içərisində artıq yeni bir data var da, elə deyil. Bunu təzədən lokala setləməliyəm mən. Aydındır? Onda gəlirəm, local storage-i çağırıram buradan. Set item deyəcəm burada. Adı nə olacaq? Tudus. Adımız budur da, elə deyil. Bundan istifadə edəcəyik dedik biz. Burada nə edəcəyik? JSON-ın stringify metodu ilə bunu çeviririk. Nəyə verəcəyik bura? Tudus array-imi verəcəm bura. Aydındır? İndi Ctrl-S elədim. Fikir verin, gəlin görək işlədi yoxsa yox. Yazıram bura, məsələn, tudu 1. Enter-ə vurdum, fikir verin, burada gəldi. Baxın, burada yerləşdi artıq. Hansı formada yerləşdi? ID-si 101 oldu, contenti tudu 1 oldu. İndi məsələn, gəlirəm bura, tudu 2 əlavə edirəm. 2 əlavə etdim, fikir verin. ID-miz nə oldu? 23895 oldu, contentimiz tudu 2 oldu. Burada əlavə olundu, burada əlavə olundu. Aydındır? Həm lokala əlavə olundu, həm də bura. Baxın, refresh deyirəm, bura gedəcək. Çünki mən buradan dataları gətirib bura yerləşdirmirəm. Bunu növbəti dərsdə eləyəcəyik sizinlə. Buradan dataları çəkib bura yerləşdirməliyik biz. Aydındır? Biz eventlər keçmişdik. DOM content loaded. Həmən zaman DOM content loaded olduğu zaman buradakı dataları çəkəcəm. Baxın burada, fikir verin. Onsuz add to UI metodu yazmışam da bura. Tuduları verməli deyiləm. Onda mən buradan gətirəcəm bu dataları. Array kimi qayıtmayacaq. Onun üzərində for each fırlanacam. Hər bir tudunu verəcəm buna. Add to UI-ya bura əlavə etmiş olacaq. Aydındır? Belə. İndi biz bunu əlavə etdik hara?
deməli, lokal storage, lokala əlavə olundu artıq. Məsələn, to-do 3 yazıram bura. Baxın, lokala yenə əlavə olundu. Okay, bura qədər hazır dəyişik. Gəlin indi belə bir şey eləyək. Bu dərsimizdə bu to-do'ları buradan gətirməyək. Bunu növbəti dərsimizdə eləyək. Gəlin bu dərsimizdə mesajı da hazırlayaq istəyirsiniz. Çünki bu dərsimiz elə də çox uzun olmadı məncə. Bu dərsimizdə gəlin mesajı da hazırlayaq. Bunun üçün də baxın. Gəlirəm aşağı. Bir funksiya yazacağam. Show alert deyəcəm buna. Alert deyəcəm. Bu məndən parametr alacaq. İndi gəlin bu deməli bunu necə göstərəcəm? Mən sizə onu göstərim. Baxın bootstrap alert yazıram bura. Onsuz bootstrap'ı çəkmişik də biz layihəmizə, elə deyil. Fikir verin, burada alertlər çıxır. Yaşıl rəngdə, nə bilim, qırmızı rəngdə, info rəngləri, müxtəlif rənglər var da. Bunlar da fikir verin, bir dənə bu divdir. Sadəcə bunu klassları dəyişib. Baxın, burada alert primary'dir, secondary idi burada, success'dir, daha sonra danger'dır, warning'dir. Bu formada dəyişibdir bunlar, aydındır. Onda mən bundan bir dənə yaradacağam. Baxın, bunu Ctrl-C edirəm buradan. Gətirirəm, buraya yapışdırıram. Buraya yapışdırdım. Eyni bunu yarada bilərik də bu show alert içərisində, elə deyil. Bunu yaradarıq. Sadəcə mən bunun deməli alerti ilə tekstini dəyişərəm buradan. Alert dediyim, yəni daha doğrusu klassı ilə tekstini dəyişərəm. Gəlin indi isə onu da yazaq gecikmədən. Const yazıram, bir dənə div yaradacağam. Baxın, bu divi yaradıram burada. Div yaradıram. Dokument içərisində create element yazıram. Nə yaradacağıq biz? Div yaradacağıq da, elə deyil. Divi yaratdıq. Başqa bir şey var burada? Yoxdur. Bunun nəyi olacaq? Divin class name'i olacaq. Buna mənimsədirəm, string olaraq olacaq. Gəlin bunu backtick-lə yazaq. Niyə görə backtick-lə yazıram? Göstərəcəm onu. Baxın, alert olacaq onsuz bura qədər. Fikir verin, Ctrl-C edirəm. Ctrl-V edirəm. Bura qədər onsuz olacaq. Burada baxsaq. Görək, hara getdi? Burada baxsaq, fikir verin, alert primary'dir, secondary'dir, success'dir. Fikir verin, bura dəyişir. Bu hissələr alertdən sonraki hissə dəyişir, aydındır. Biz həmən hissəni dəyişərək bunun rəngini dəyişdirmiş olacağıq, aydındır. İndi gəlirik bura. Bura mən yazıram. Dollar işarəsi yazacağam. Parametr olaraq coloru bundan alaq. Bir də text alaq. Texti də deyəcəm niyə görə alırıq. Bura color yazıram. Məsələn, mən color olaraq success göndərəcəm, nə bilim, info göndərəcəm, danger göndərəcəm. Gəlib bura yerləşəcək klass olaraq, aydındır. Bu belə. Sonra bunun görək nəyi var? Divin rolu var. Gəlin bunu da əlavə edək. Div role. Buna mənimsədək. Alert. Alert. Bunu da yazaq. Daha sonra nə var burada? Bir də bunun text contenti var, elə deyil. Divin text contenti də olacaq. Mən mesaj göndərəcəm. Məsələn, bunu funksiya halına gətirdim də. Mən istəyirəm ki, düşünün, məsələn, to-do əlavə olunanda bura göndərəcəm info rəngi ilə, məsələn deyirəm də. To-do əlavə olundu mesajı. Bunun text contenti olacaq, to-do əlavə olundu. Aydındır? Və yaxud da ki, mən göndərəcəm bura danger, boş to-do daxil edilə bilməz. Boş bir şey əlavə oluna bilməz, məsələn, to-do kimi. Qırmızı rənglə göndərəcəm də. Onları buradan idarə edəcəm mən. Text contentində deyirəm text. Bu formada. Bunu yazdıq. İndi bunu biz hara əlavə edə bilərik? Səhifəmə baxıram. Baxın, gəlin bura keçək. Artıq bununla işimiz qurtardı. Bunu bağlaya bilərik. Burada əlavə edə bilərik. Müxtəlif yerlərə əlavə eləmək olar. Məsələn, mən bunu elə içərisinə əlavə edəcəm. Bunun içərisinə dediyim haradır? Baxın, gəlirəm bura. Burada kart var. Fikir verin, bu kart. Bunun da. Elə bunun özünə əlavə edə bilərik. Hə, bu kartı əlavə edə bilərik. Amma kart burada çoxdur. Bunu klass adı ilə seçək. Baxın, gəlin bura. Bunu seçək ilk öncə. Buradan seçək hətta. Const yazıram. First kart yazıram. Kart yazıram. Document içərisində query selector all-la gəlin seçək. Query selector all-la seçirəm. Burada bildirməliyik ki, klassdır bu. Və bunun birincisini, sıfırıncını seçirəm. Sıfırıncını seçirəm. Ctrl-S edirəm. Gəlin burada hətta bunu celəcə deyib first card yazdıraq, baxaq. Konsolu yazmaqdan heç vaxt çəkinməyin. Həmişə konsolu yazın. Baxın, düz seçmişik. Bunu append child eləyəcəm bunun içərisinə. Bunun altına əlavə olunacaq. Aydındır, içərisinə və altına əlavə olmuş olacaq. Gəlirəm bura. Yenə buna vurduq. Bunu buradan silirəm. Konsol bizə lazım deyil artıq. First card buradadır, elə deyil. Gəlirəm bura, hara gəlirəm? Show alertin içərisinə. First card'a deyirəm ki, sən bunu append child elə öz içinə.
və burada nə yazacağıq? Divi yazacağıq. Divi alacaq first kart öz içərisinə, elə deyil. Sonra gəlirəm bura aşağıda. Bu müəyyən bir saniyə qalır, sonra gedir deyə biz onu set timeout-una eləyə bilərik. İndi bunları bilməməyimiz normaldır. Öncəki dərslərdə bir neçə dəfə istifadə etmişəm, göstərmişəm. Yəni sadəcə hələ ki belə qəbul edin ki, müəyyən saniyə saxlayacağıq orada, sonra remove eləyəcəyik də belə. Set timeout yazıram bura. Formada. Bunun içərisində funksiya yazmalıyıq. Funksiya yazırıq. Bu funksiyada divi remove eləyəcəm mən. Nə qədər vaxt sonra? Burada da vergüldən sonra vaxtını deyirik. Məsələn, 1 saniyə sonra. Bu forma 1000 yazanda 1 saniyə nəzərdə tutur. 1 saniyə sonra olacaq, aydındır. İndi gəlin bunu əlavə edək. Hara əlavə edək? Baxın, buraya yazıram. Burada, bunun da altına bunu bağlayaq buradan. Daha doğrusu silək bunu buradan. Burada yazaq. Comment sətir yazaq da. Alert göstərmək. Kontrol S elədim. Bu yoxlama idi deməli. Lokalda olan to-do'ları yoxlamaq yazaq bura. Bunlar aşağıda qalsın. Bunu da yazıq. Bu nə idi? Add to do storage. Store'a əlavə etmək. Lokal to do əlavə etmək. Bu formada to do əlavə etmək. Bu formada. Bunu da yazdıq, bunu da bağlayaq. İndi gəlin hara yazaq? Bura. Məsələn, baxın, bunların içərisində də yaza bilərik biz, amma daha gözəl yazılış buradadır. Məsələn, bunun içərisində yazsaq biz, add to do UI-nin içərisində yazsam düşünün. DOM content loaded-ə mən DOM content loaded olduğu zaman buna to-do'ları göndərdiyim zaman orada avtomatik ilk başda bura mesajlar ardıcıl çıxacaq. Mən onu amma istəmirəm. Mən istəyirəm ki, DOM content loaded olduğu zaman sadəcə to-do'lar əlavə olunsun. Amma normal əlavə olunanda gəlib burada show alert deyəcəm. Məsələn, baxın, color istəyir məndən, bir də text istəyir, elə deyil. Mən bura yazacağam. Əgər bura daxil olubsa, bu funksiyalar işləyib gəlib bura keçibsə, bu if-in içərisinə daxil olubsa, deməli bu to-do'nu əlavə etdikdə biz ona görə info rəngi çıxardacağam. Deyirəm rəngi info olsun. Text olaraq da məsələn to-do əlavə edildi. Ctrl S edirəm. Nöqtəli vergüldə yazıram burada. Gəlin indi yoxlayaq. Baxın. Keçək buradan application-a, burada baxaq. Buranı da təmizləyək, hətta refresh edirəm. Yazıram bura to-do 1. Yazdım bura, fikir verin, to-do əlavə edildi. Gəldi bura 1 saniyə qaldı, sonra getdi. Gördünüz? Məsələn, to-do 2. Fikir verin, to-do əlavə edildi. Mənim bura verdiyim mesaj gəldi burada, baxın. Çətin bir şey deyil yəni. Fikir verin. Mən bura info verdim ilk parametr olaraq. İkinci parametr olaraq da mətni verdim. Və gəlir bura bu funksiyanı işlədir. Burada div yaradır. Divə bu klası verir və baxın alerti olur. Alert info. Rəngi bu olur artıq. Aydındır bu divin. Rolu bildiyi rol heç. Divin də kontenti nə olur? Text. Mən burada göndərdiyim nədir? Text burada baxın. To-do əlavə edildi. Bu texti göndərdim də elə deyil. O gəlir bu text yerinə oturur burada və divin text kontenti olur. Bu gələn text. Aydındır. Bu formada və 1 saniyə orada qalır. Sonra yekunlaşır. İstəyir 1 yarım da yaza bilərik bunu. Ctrl S edirəm. Baxın, məsələn, 1-1 yazıram. Fikir biraz daha çox qaldı burada. Aydındır. 1.5 də eləyə bilərsiniz. 1 saniyə yarım da belə deyək. Belə, bu da bizim deməli alertimiz idi. Alertimiz. Məsələn, indi belə deyək də, boş olduğu zaman, burada alert yazmışıq, yaxşı yadıma düşdü. Alert yazmışıq da, burada fikir verin. Boş bir şey əlavə etmək istəyəndə alert gəlir. İndi mən alert əlavə etmək istəmirəm. Bunu çağıra bilərəm. Baxın, show alerti yazıram. Baxın, rəng istəyir məndən. Danger verəcəm buna, yəni qırmızı. Bu Bootstrap belə deyək də, klasslarında rənglərin adıdır. Yəni əzbər bilməyimiz elə də vacib deyil. Danger yazdım bura. Text olaraq nə göndərim? Məsələn, bir mətn daxil etməlisiniz. Mən yazıram boş to-do daxil edə bilməz. Boş dəyər daxil edilə bilməz. Belə yazıram. Boş. Shift-i də düzəldək. Boş dəyər daxil edilə bilməz. Bu formada. Məlumatlandırıcı mətni çıxardacağıq. Shift-i də dəyişək artıq. Ctrl S eləyək. Baxın, artıq alert çıxmayacaq. Fikir verin. Əlavə etə vururam. Boş dəyər daxil edilə bilməz çıxdı bura. Aydındır? Yəni məlumat verir ki, istifadəçiyə. Sən heç bir şey seçməmisən. Baxın, trimi seçdiyim zaman öncəki dərsdə mən bu boşluqları alır deyirəm. Yəni o boşluqları alır deməyim, o boşluqları yığışdırır da oradan. Nə varsa mətni götürür. Məsələn, belə yazdığımız bir şeydə buradan bura qədər olan boşluğu silib atır.
öncəsini də silib atır. Yalnız bu mətni götürür trim. Yəni bunları mən izah etmişəm sizə. İndi məsələn, burada heç bir şey olmaz. Sadəcə boşluq əlavə etsəm, trim yazdığım üçün boşluğu hamısını siləcək oradan, boş string olaraq qəbul edəcək. Və gəlib o if-də ilişdiyi üçün boş dəyər daxil edilə bilməz yazacaq. Aydındır? Belə. Burada da biz nə etdik bu dərsimizdə? Həm to-do'ları əlavə etdik hara? Local storage-a. Baxın burada bir dənə metod yazdıq. To-do'ları yoxladıq ilk öncə. Görək belə bir şey var lokalda yoxsa yox. Əgər varsa, deməli orada hər hansı bir dəyər vardı, elə deyil. Onu gətirdik, yuxarıda təyin etdiyimiz ərrəyə yerləşdirdik. Yox, əgər null'dırsa geri qayıdan. Deməli elə bir şey yoxdur da lokalda. Onda bunu da bilirik ki biz get item varsa bir şey onu qaytarır bizə string formasında. Yoxdursa null qaytarır. Mən də burada null'a görə yoxlama elədim. Aydındır? Hə, yoxdursa null'dırsa əgər mən də to-do'su boş ərrəyə olaraq başlatdım. Aydındır? Bunu yazdım. Baxın, bunu yazdım. Sonra gəlirəm add to-do storage var burada. Bax, bu metodu yazmışam burada, elə deyil. Burada ilk öncə bunu çağırıram, bu metodu. Yəni qoy to-do'nun içərisi dolsun, varsa dolsun, yoxsa boş ərrəyə kimi elə başlasın. Aydındır? Mən onu çağırmasam, yoxsa sadəcə ora yazdığım zaman digər dəyərlər itəcək oradan. Sonra bu to-do'sa əlavə edirəm, push edirəm gələn to-do'nu. Mənə to-do hazırlanıb gəlmədi. Onu əlavə etdim. Sonra bu artıq yeni to-do's ki var, ərrəyə ki var burada. Bunu setləyirəm hara? Local storage. Aydındır? Artıq yeni dəyərimiz də oraya əlavə olmuş olacaq. Burada da show alerti yazdıq biz, yəni məlumatlandırıcı mətindir bu. Artıq bizim to-do'larımız həm UI-ya əlavə olunur, həm də local storage-ə əlavə olunur. İndi növbəti dərsimizdə gəlin, lokaldan DOM content loaded olduğu zaman qısa dərs olacaq o. Buradan to-do'ları çəkək, birbaşa yerləşdirək ekrana. Aydındır? Artıq ekranda da görsənsin. Baxın, məsələn, buraya yazıram to-do 3. Bura gəldi, elə deyil. To-do əlavə olundu. Bura gəldi, elə deyil. Refresh elədiyim zaman ekrandan gedir, amma buradan getmir. İndi mən buradakı dataları gətirib buraya yerləşdirim ki, hər refreshdə DOM content loaded olduğu zaman buradakı to-do'lar ekranda da görsənsin. Elə isə növbəti dərsdə gəlin onu edək. Növbəti dərsdə görüşək.